Salam, dəyərli tələbələr, bugünkü mövzumuz psixi özünü tənzimləmə və onun növləridir. Gəlin planımızdakı suallarla tanış olaq. Gördüyünüz kimi planda 4 yarım başlıq var. Psixi özünü tənzimləmə və onun növləri, autogen məşq psixi özünü tənzimləmənin növü kimi, yoga psixi özünü tənzimləmənin növü kimi, meditasiya psixi özünü tənzimləmənin növü kimi. Bildiyimiz kimi insanlar gündəlik həyatlarında müxtəlif psixoemosional gərgin durumlarla rastlaşırlar. İstər məişət həyatında, istər peşəkar fəaliyyətində, istərsə də şəxsiyyətlərarası münasibətlərdə insanların rastlaşdığı bu psixoemosional gərginliklər onların normal işlənməsinə və yaşamasına mane olur. Bir çox insanlar bu emosional gərginlik şəraitindən çıxmaq üçün psixi özünü tənzimləmə vasitələrindən istifadə edirlər ki, bunlar içərisində də ən geniş yayılmış psixi özünü tənzimləmə vasitələrinə autogen məşq, yoga və meditasiyanı qeyd edə bilərik. Psixi özünü tənzimləmə metodlarından yararlanan yaş həddi 27-70 olan 216 nəfər arasında sorğu aparılmışdır. Həmin sorğunun nəticələrinə əsasən onlardan 46%-i əhval-ruhiyyəsinin pis olmasına görə, yəni əhval-ruhiyyəni aradan qaldırmağa görə bu məşqlərə müraciət etmiş, 25%-i şəxsiyyətlərarası münasibətlə problem olan insanlar olmuşdur, 22%-i şikayətləri əsasən fiziki xarakter daşıyırdı, 7% isə məşqlərə gəlişinin səbəbini özünü reallaşdırma imkanlarını açmaq və genişləndirməkdə izah edirdi. Bizə məlumdur ki, insan özünə 3 yolla təsir göstərə bilir. Skelet əzələlərin tonusu və nəfəs almanı dəyişməklə, təsəvvür və hissi obrazlardan fəal surətdə istifadə etməklə, sözün proqramlaşdırıcı və tənzimləyici rolundan istifadə etməklə. Keçək özünü tənzimləmə metodlarından biri olan autogen məşq metoduna. Bildiyimiz kimi əzələ sisteminə təsir göstərməklə insanın psixofizioloji halını dəyişdirməyin yolları müxtəlifdir. Autogen məşq fiziki fəallıq üçün çox vacibdir. Yəni bura fiziki hərəkətlər, masaj, özünü masaj, əsnəməni, yuxudan sonra gərilməni biz bura aid edə bilərik. Autogen məşq metodunun bir çox çalışmaları var ki, hansı ki onun bütün çalışmaları acı şəkildə həyata keçirilməlidir. Autogen məşq metodunu mənimsəmək üçün 3-4 ay vaxt kifayət edir. Yəni burada hər şey insanın öz əlindədir. Hər şey insanın fərdi xüsusiyyətlərindən, xüsusilə də ilk növbədə müvəffəqiyyətə imamından daha çox asılıdır. Autogen məşq metodu ilə gün ərzində 10-15 dəqiqə məşğul olmaq lazımdır. Autogen məşq metodunu yaxşı olar ki, yataqda yatmamışdan qabaq və ya oyandıqdan sonra etmək lazımdır. Autogen məşq metodu sakit və alaqaranlıq otaqda, təmiz hava olan yerdə keçirmək lazımdır. Bu zaman sakitləşdirici musiqidən də biz istifadə edə bilərik. Autogen məşq metodu zamanı deyilən cümlələr qısa və dolğun olmalıdır, inkara yol verilməməlidir və hər formul 6-8 dəfə təkrarən tələffüz edilməlidir. Təbii ki, autogen məşq metodunun sirrini və qaydasını bilən insan üçün depressiyadan qurtulmaq, yuxusunu tənzimləmək, hər hansı bir stres vəziyyətindən çıxmaq daha adi bir haldır deyə bilərik. Cəmi 4 dərs kifayət edir ki, autogen məşq metodunu biz öyrənə bilək. Həftədə bir dəfə keçirilən dərs ərzində həmin şəxsə ev tapşırığı da verilir. Autogen məşqlə məşğul olan adam günbəgün öz istedadını aşkarlaya bilər. Autogen məşq metodunun banilərindən biri Alman psixoterapevti Schultz olub. Onun fikrinə əsasən bu üsul qədim və etibarlı hipnozun əsas üsullarından biridir. Digər bir Alman alimi və idmançısı autogen məşq metodu təbliğatçılarından biri Lindelman olmuşdur ki, hansı ki o qeyd edirdi ki, autogen məşq bir çox hallarda etibarlı yardım göstərir insana, insanda özü haqqında aydın təsəvvürlər formalaşdırır, daxili imkanlara yol açır, onu həmfikirlərinə qovuşdurmuş olur. Müntəzəm olaraq təbii ki, autogen məşqlə məşğul olan şəxs tədricən diqqətini cəmləyə bilir, iradəsinə hakim ola bilir, özündə bir sıra halların yaranmasına nail ola bilir. Autogen məşq metoduna başlanmazdan əvvəl bir sıra vəziyyətlər var ki, mərhələlər var ki, hazırlıq mərhələlərdir, onlara əməl olunmalıdır. Oturaq vəziyyət, yarım oturaq vəziyyət və bir də uzanıqlı vəziyyət. Birinci oturaq vəziyyətə baxaq. Deməli, burada kürsüdə elə oturmaq lazımdır ki, belimiz kürsünün arxasına söykənsin. Qollarımızı sərbəst şəkildə diz oynağının üzərinə qoyuruq, başımızı aşağı endiririk və gözlərimizi yumuruq. Buna faytoncu vəziyyəti də deyilir. Digəri yarım oturaq vəziyyətdir. Söykənəcəyi hündür və ya başaltı kresloda rahat əyləşirik. Bədən sərbəst, qollar dirsək oynağında bükülmüş, əlin iç səthi buzun üzərində və ya kreslonun
kreslonun yan oturacağında qoyulur. Ayaqlarımıza sərbəstlik verib gözlərimizi yumuruq. Buna istirahət vəziyyəti də deyilir. Bir də uzanmış vəziyyətdir ki, hansı ki burada arxası üstə rahat uzanırıq. Başımızın altında balış ola da bilər, olmaya da bilər. Çarpayı və divan çox yumşaq olmalıdır. Qollarımızı gövdə boyu sərbəst uzadıb gözlərimizi yumuruq. Buna da yuxu vəziyyəti deyilir. Artıq bu hazırlıq mərhələlərinin ardınca, yəni başa çatdıqdan sonra çalışmalara ardıcıl şəkildə əməl edə bilərik. Birinci, ağırlıq hissinin yaradılmasıdır. Yəni, bədən əzələlərini mümkün qədər boşaldaraq bir neçə dəfə öz-özümüzə təkrar edirik. Mən sakitəm, mən tamamilə sakitəm, mən rahatam və s. İkinci, istilik hissinin yaradılmasıdır. Bədəndə ağırlıq hissi yaratdıqdan sonra artıq biz növbəti formula keçə bilirik. Qollarım və ayaqlarım isinir və ya qollarım və ayaqlarım istidir deyirik. Yəni, bu cür özünü təlqin formullarından istifadə edirik. Üçüncü, ürək fəaliyyətinin tənzimlənməsidir. Ürəyim ardıcıl və güclə döyünür. Sözlərini 5-6 dəfə təkrar etməklə ürək fəaliyyətini nizama salmaq mümkün olur. Digəri tənəffüs tənzimidir. Əvvəlki məşqlər tam mənimsədikdən sonra artıq keçirir növbəti məşqə. Tənəffüsüm dərin və ardıcıldır deyə özünü təlqin formulundan istifadə edirik. Beşinci, qarın boşluğu üzvlərinin tənzimlənməsidir. Bu məşqi icra edərkən şəxs öz diqqətini göbək nahiyəsindən bir qədər yuxarıda yerləşən günəş kələfində cəmləməlidir. Bu sözlərdən istifadə edilməlidir. Günəş kələfi istilik buraxır və ya mədə nahiyəsində istilik hiss edirəm deyə özünü təlqin formullarından istifadə etməlidir. Altıncı, beyin damarlarının tənzimidir ki, bu məşqlə alında sərinlik hissi yaranmış olur. Təsvir edilən 6 məşğələ 6 gün məşqin birinci dərəcəsini təşkil edir. Gündə 3 dəfə olmaqla 7 məşqə 7-10 gün, 6 məşğələyə isə 1,5-2 ay kifayət edir. Nə vaxt aparmaq daha məqsədə uyğundur? Axşam məşğələsi rahat yuxu və səhər lazım olan saatda oyanmağı təlqin etməklə qurtarmalıdır. Yəni, məşq üçün ən münasib vaxt səhər yuxudan ayılan kimi, günorta nahar fasiləsi zamanı, axşam isə yuxudan əvvəl etmək daha məqsədə uyğun hesab olunur. Daha sonra 6 gün məşq üçün əks göstərişlər var. Bunlar nə ola bilər? Hipotoniya, yəni qan təzyiqinin aşağı olması, qanaxmaya meyilli olan mədə və 12 barmaq bağırsaq xorası, bir də isteriya xəstəliyi ola bilər. Bir də 6 gün məşq metodundan biz özünü təlqin formulları istifadə etməklə də bəzi xəstəliklər, əlamətləri aradan qaldıra bilərik. Hansı ki, ürək nahiyəsindəki ağrılar, başda olan ağrıları, yorğunluq və yuxu pozuntuları olan ağrıları, hətta arıqlamaq üçün, bədən çəkini azaltmaq üçün belə özü təlqin formullarından istifadə edə bilərik. Hətta təcrübələr göstərir ki, özü təlqindən istifadə etməklə bir ay müddətində 4-6 kiloqram və daha çox arıqlamaq mümkündür. Özünü tənzimləmə metodlarından biri də yoqadır. Gərginlikdən, əsəbdən qurtulmağın ən sağlam yollarından biridir. Hind fəlsəfəsindən gələn inanca görə yoga sağlamlığın və rahatlığın açarıdır. Bəzi ölkələrdə yoganın buddizm elementləri daşıdığı əsas gətirilərək qadağan olunsa da, bu, təbii ki, bilir ki, dini bir inanc deyildir. İnsanın özünü dərindən tanımağa və təbiətin harmoniyasına uyğunlaşmağa yoga əsas şərt olaraq götürülür. Yoga fəlsəfəsini ilk dəfə olaraq Patanjali Yoga Sutra adı ilə qələmə almışdır 300-cü illərdə. 1000 illər əvvəl isə yogilər bütün bəşəriyyətin müəyyən harmoniya ilə, ritmlə hərəkət etdiyini qeyd edirlər. Onlar bu ümumbəşəri gücə prana adını vermişlər ki, hansı ki, prana hər yerdə, daşın, ağacın, torpağın içində və eyni zamanda insanların içində də olur. Yəni, əslində yoga içimizdən axan pranik enerji ilə işləmə bacarığıdır. Yoga sözü bildiyimiz kimi sanskrit dilindən yuş sözündən əmələ gəlib. Mənası birləşmək, bütövləşmək deməkdir. Yogaya təbii ki, başlamazdan əvvəl düzgün duruş və düzgün nəfəs alma texnikasını bilmək zəruridir. Nəfəs tutulmamalı, ağızdan yox, burundan alınmalıdır. Üz əzələləri, gözlər və qulaqlar gərilməməlidir. Bədən düz durmalıdır. Çünki səhv oturuş forması nəfəsin gediş-gəlişinə mane yarada bilər. Hərəkətlər vaxtı beyin mümkün qədər az aktiv olmalıdır. Yoga idman və gimnastika deyil. Yogada pozisiyalar var, 5 mərhələdən ibarətdir. Pozisiyaya hazırlıq, pozisiyaya giriş, pozisiyada qalma, pozisiyadan çıxış və bir də dincəlmə mərhələləri. Səhərlər bədən sərt olduğundan hərəkət etmək bildiyiniz kimi çox çətin olur.
Beyin də dincəlmiş olduğu üçün qarşıdakı saatlarda beyin öz sayıqlığını azaldır. Axşamlar isə bədən daha elastik olduğundan pozisiyalar daha rahat edilir. Səhər yoqası daha çox insanın uğur qazanmasına kömək edə bilər. Axşam yoqası isə günün yorğunluğunu çıxartmağa, gərginlikdən azad olmağa, rahat və yaxşı yuxu almağa şərait yaratmış olur. Hər gün ən azı 15-20 dəqiqəmizi yoqaya ayırmaq daha məqsədə uyğun hesab olunur. Yoga onurğanın elastik olmasında, daxili orqanların düzgün işlənməsində, yuxusuzluq və kökəlmənin qarşısının almasında böyük rol oynayır. Gördüyünüz bu hərəkətlər oturuş-duruş qaydalarıdır yoqada. Gəlin bunlarla tanış olaq. Birinci Sukhasana, buna asan oturacaq da deyilir. Yoga sözünü eşidən kimi ilk ağlımıza gələn mütləq şəkildə bardaş qurub oturmaq olur. Meditasiyanın əsas pozisiyası sayılan Sukhasananın mənası xəfif duruş, incəlik, xoşbəxtlik verən bir pozisiya deməkdir. Əvvəlcə bu pozisiyada yerə oturub belimizi dik saxlayırıq. Sonra bardaş qurub birinci bardaşda sağ ayaq altda, sol ayaq üstə, sonra sol ayaq altda, sağ ayaq üstə hərəkətlərini icra edirik. Bir hərəkətdən digər hərəkətə keçdiyimiz zaman yavaş etməliyik, yəni sərt hərəkətlər olmamalıdır. Bu əsas meditasiya pozalarından olduğu üçün elə bir vaxt limiti burada yoxdur. Yəni bu pozisiyanı nə qədər istəsək davam etdirə bilərik. Digər bir qayda kobradır. Yerə qarnımızın üzərində uzanırıq, əllərimizi qatlayaraq çiynimizin altından yerə dirəyirik, dərin nəfəs alıb və əvvəl başımızı, sonra çiynəmizi yerdən qaldırırıq. Bu pozisiyada çiynlərimizi yuxarı dartmamağa çalışırıq. Nəfəsimizi verdikdən sonra əvvəlki vəziyyətə qayıdıb hərəkəti yenidən təkrarlayırıq. Hər dəfə təkrarlayanda belimizi daha da arxaya əyirik. Hərəkəti edəndə əllərimizdən qüvvət almamağa çalışırıq. Digər bir hərəkət əl-ayaq hərəkətidir. Dik durub ayaqlarımızı birləşdiririk. Dərin nəfəs alaraq qollarımızı başımızın üstünə gətiririk. Əsnəyirmiş kimi bədənimizi gəririk. Nəfəsimizi verib əllərimizi qabağa uzadırıq. Belimiz mütləq şəkildə burada düz dayanmalıdır. Bacardığımız qədər əyilib əllərimizi ayağımızın altına vururuq. Dərin nəfəs alıb bu pozada bacardığımız qədər qalırıq. Digər bir poza əyilmədir. Bu hərəkəti etmək ilk baxışdan çətin görünsə də gözümüzü qorxutmamalıyıq. Burada nə edirik? Yerdə uzanıb ayaqlarımızı qatlayırıq. Sonra arxamızı yavaş-yavaş yerdən qaldırırıq. Çalışırıq ki, çiynimizə qədər qaldıraq. Əllərimizlə biraz güc verə bilərik, amma sonra bu pozisiyanı alandan sonra əllərimizi yerdən çəkirik. Digər bir pozisiya tərs V duruşudur. Tabanımızı yerə dayayıb başımızı aşağı əyirik, əllərimizi yerə bərk basırıq. Duruşunuz tərs V hərfi şəklində olmalıdır. Bu pozisiyada əllərimizin və ayaqlarımızın əyilməməyə diqqət yetirməliyik. Unutmayaq ki, bu hərəkət beyinə qanın işlənməsində, xüsusilə də bel ayaq əzələlərini işlədir və onu daha da canlandırmış olur. Digər bir duruş yay duruşudur. Qarnımızın üstə yerə yatırıq, dərin nəfəs alıb və dizlərimizi arxaya tərəf bükürük. Əllərimizlə ayaq biləklərimizi tuturuq, nəfəsimizi veririk. Yenidən dərin nəfəs alıb başımızı və sinəmizi geriyə doğru qaldırırıq. Eyni vaxtda baldırlarımızı da yerdən qaldırmağa və nəfəsimizi nizamlı şəkildə almağa çalışırıq. Bu hərəkəti 3 dəfə təkrar edirik. Sonuncu duruş üçbucaq duruşudur. Dik durub ayaqlarımızı birləşdiririk, dizlərimizi büküb və üstdəki ayağımızın tabanını digər diz bükümünün yanına gətiririk, əllərimizi sinəmizə qoyuruq, belimizdən aşağını hərəkət etdirmədən əlinizi sol tərəfə döndərib, əllərinizi ayaqlarınızın arasında birləşdiririk. Belə pozada dərin nəfəs alaraq dayanırıq. Sonra qollarımızı yana açıb, eyni hərəkəti sağ tərəfə dönərək edirik. Bu üçbucağı bir neçə dəfə qurun. Keçirik növbəti özünü tənzimləmə metodlarından birinə. Bu meditasiyadır. Psixi özünü tənzimləmənin ən demək olar ki, geniş yayılmış növlərindən biridir deyə bilərik. Meditasiya vasitəsilə sinir proseslərinin tənzimlənməsi, həyat tonusunun artması, iradənin formalaşması, intellektual qabiliyyətin inkişafı, diqqət və hafizənin yaxşılaşdırılması, temperament və xarakterin ayrı-ayrı keyfiyyətlərinin dəyişməsi, iş qabiliyyətinin artırılması, konfliktlərin azaldılması və müxtəlif xəstəliklərin qarşısının alınmasında istifadə olunur. Meditasiya latın dilindən tərcümədə mənası fikirləşmək deməkdir, düşünmək deməkdir. Təbii ki, burada söhbət zehni düşünməkdən getmir. Çünki meditasiyada zehni boş saxlamaq lazımdır ki, təbiətlə beynimiz arasında bir harmoniya yaranmış olsun. Meditasiyaya başlamazdan əvvəl
bir sıra şərtlər var ki, biz onlara əməl etməliyik. Bunlar hansılardır? Qarnımız tox ikən meditasiya etməyin, çünki fikriniz mədənizə yönələcəkdir. Meditasiyada əvvəl ilıq su ilə duş almaq bu prosesin daha uğurlu olmasına kömək edə bilər. Daha sonra əynimizdəki geyimi rahat etməliyik. Şam yandırmaq lazımi şəraitin yaradılması üçün vacib rol oynayır. Daha sonra meditasiya edəcəyimiz məkanı xüsusilə seçməliyik. Məkan nə çox işıqlı, nə çox qaranlıq, nə çox isti, nə çox soyuq olmamalıdır. Daha sonra meditasiyadan əvvəl yaşıl çay içmək məqsədə uyğundur. Çünki bilirik ki, yaşıl çay zehni artırır, yuxunun qarşısını alır və fikirlərimizi cəmləməyə bizə kömək edir. Daha sonra meditasiyadan əvvəl musiqiyə qulaq asmaq da uğurlu meditasiyanın şərtlərindən biridir. Bir də diafraqm ilə nəfəs almaq daha məqsədə uyğun hesab olunur. Meditasiya əslində çox qədim bir belə deyək də üsullardan biridir. Hətta qədim Misirdə və hətta Mayalılar da öz dövrlərində meditasiya ilə məşğul olublar deyə bilərik. Meditasiyanın iki əsas biz yerə ayıra bilərik. Boşluqda meditasiya, bir də bir tərəfli meditasiya var. Bu yolla birinci boşluqda meditasiyadır ki, hansı ki bu yolla beyin müəyyən bir bilik vəziyyətinə çatdırılır. Bir tərəfli meditasiyada isə konkret bir obyekt üçün olan araşdırma, məsələn, şəxsi nəfəs, zehin, vizual obrazı aydınlaşdırma mümkündür. Bundan əlavə meditativ transa girmək üçün dünyada bilirsiniz ki, bir çox üsullardan istifadə olunur. Hansı ki, bunlara meditativ praktikalar deyilir ki, bu praktikalar bir sıra aşağıdakı amillərə bölünür: dini fəlsəfi, bir də psixoterapevtik. Daha sonra bildiyimiz kimi meditasiya belə deyək də insanın dinini dəyişməyə sövq etmir. Meditativ biliklərə əsasən biz belə deyək də, yəni ruhumuz kainatda olan mənbədən gəlib. Bu həyatdakı məqsədimiz isə bütün dinlərdə deyildiyi kimi yalnız yaxşı hərəkətlər və yaxşı düşüncələr etməliyik. Meditasiya insanı bilirsiz ki, bir çox xəstəliklərdən də sağalda bilir. Bunu bu cür biz izah edə bilərik ki, bildiyimiz kimi insan daima enerji itirir gün ərzində və bu enerji itkisi bədənin müəyyən yerlərdə nasazlıqların yaranmasına, xəstəliklərin yaranmasına gətirib çıxarır. Meditasiya zamanı isə insan kainata qoşulur, kainat insana öz sonsuz enerjisini verir. Başdan aşağı bütün bədənə enerji daxil olur, bədən enerji ilə qidalanır. Xəstə olan yerlər isə meditasiya zamanı daha da göynəməyə başlayır. Tövsiyə olunur ki, meditasiya ümumiyyətlə 20-30 dəqiqə edilsin. 40 dəqiqəyə qədər də bu qaldırıla bilər. Təbii ki, vaxt məhdudiyyəti haqqında danışa bilmərik, amma ideal bir düşüncə var ki, 20-30 dəqiqə ən ideal vaxt hesab olunur. Onu da qeyd edim ki, əvvəlində 20 dəqiqə etmək olduqca çətindir. Yəni bunu birdən-birə biz 20 dəqiqə edə bilmərik. 5 dəqiqə, sonra 10 dəqiqə, daha sonra 15 və daha sonra 20 dəqiqə artıra bilərik. Meditasiya birdən-birə edilmir, zamanla tədricən inkişaf edir. Buna görə də qısa bir müddət davam edərsə, qorxmayın. Dərsimiz bu qədər. Diqqətiniz üçün təşəkkürlər.